Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlər, bu gün sizə yenidən ikinci qəbul tipli sualı izah etmək istəyirəm. Bu sual həm MİQ, həm də sertifikasiya imtahanına düşmüş suallardan biridir, sual tiplərindən biridir. Dəyərli müəllimlər, əgər siz bizim dərslərimizə qoşulub həm ödənişli, həm ödənişsiz sınaqlardan yararlanmaq istəyirsinizsə, o zaman 055 527 25 99 nömrəsinə mesaj yaza bilərsiniz. Və artıq Naxçıvanda sertifikasiyanın tez olması ilə bağlı məlumatlar dolaşır. Əgər siz qısa müddət ərzində Naxçıvan müəllimləri üçün açılmış sürət qruplarına qoşulmaq istəyirsinizsə, yenidən 055 527 25 99 nömrəsinə mesaj yazaraq ətraflı məlumat ala bilərsiniz. Gəlin keçək sualımızın izahına. Deməli, imtahana düşən sual tiplərindən biri də taksonomiyadır. Mütləq 2 sual, maksimum minimum isə 1 sual imtahanda sizin qarşınıza çıxacaq. İki şagird eyni mövzuya esse yazır. Biri hisslərini, digəri isə faktları yazaraq əsaslandırıb. Hansı üsulun daha təsirli olduğunu müəyyən et, fikrini əsaslandır. İdraki sahənin hansı mərhələsi istifadə olunmuşdur? Dəyərli müəllimlər, əsaslandırmaq feili həm anlamaq, həm dəyərləndirmək, həm də təhlil etmək mərhələsində sizin qarşınıza çıxa bilər. Əgər sadə izah, faktlar əsasında nəyisə əsaslandırırsınızsa, bu olacaq anlamaq mərhələsi. Əgər siz öz fikrinizi əsaslandırırsınızsa, bu olacaq dəyərləndirmək mərhələsi. Əgər siz iki əşya, iki hadisə, iki şəxs arasında seçim etmək məcburiyyətində qalıb birini əsaslandıracaqsınızsa, artıq bu olacaq təhlil etmək mərhələsi. Deməli, bizim variantımızda doğru cavabımız D variantı təhlil etmək mərhələsi olacaq. Çünki mən hansının daha təsirli olduğunu seçməliyəm, seçim etməliyəm və birini götürməliyəm. Bu təhlil etmək mərhələsini tələb edir. Sağ olun, növbəti izahlarda görüşənədək.